Doktor Zakir Quluyev, əsas adım akut növbətçi, akut növbətçi deyək ki, daxili xəstəliklər uzmanıyam. 2008-2014-cü illərdə ATU-da təhsil aldım. Ondan sonra isə artıq 2015-dən etibarən İstanbulda Sağlık Müəllim Universiteti Bakıköy Doktor Sadiq Eğitim Araşdırma Xəstəxanasında asistanlığımı elədim. Ondan sonraki müddətdə isə bir neçə kliniklərdə çalışdıq və ən sonunda ölkəmizə, vətənimizə, Bakı Sağlamlıq Mərkəzinə gəldik. Burada fəaliyyətimizi davam etdiririk. Gəldiyimizdən ancaq korona ilə məşğul olduğumuza görə bir çox şeydən, kontaktda falan adımız Covid-olubda, Covid həkimi olaraq da keçməyimizə baxmayaraq Zakir doktor akut növbətçi bir Covid həkimi deyil. Zakir doktor bir daxili xəstəliklər uzmanıdır. Sadəcə olaraq Covid ilə o dönəmlərdə bir çox terapevt dostlarımız kimi biz də o işlə məşğul olduq. Yəni daxili xəstəliklər belə deyim, mütəxəssisi daxildə olan bütün problemlər nəsinə məşğul olan bir mütəxəssisdir. Yəni bir çox xəstəliklər diaqnoz qoyulana qədər daxili xəstəliklər mütəxəssis tərəfindən dəyərləndirilməlidir. Heç bir gedəcək yeri olmadığında terapevtə gəlirlər və terapevt tərəfindən dəyərləndirilib, ürək çatışmazlığım var xəstədə və yaxud da şəkərli diabetim var, arterial hipertansiyazm, bunun diaqnozunu qoyub ya müalicəsinə özü məşğul olur, ya da uyğun bir ixtisasa yönləndirir. Yəni daha çox burada terapevt daxili xəstəliklər bir orkestra şifr rolunu oynayır. Mən hər zaman özümü daxili xəstəliklər mütəxəssisi bir orkestra şifrinə bənzədirəm. Hər şeyə ox, hər şeylə məşğul olan həkim. Amma əlbəttə ki, belə deyil, bu işin zarafatıdır. Yəni dediyimiz kimi, nə ilə məşğul olursunuz dedikdə biz can həkimi ən gözəl budur. Yəni çünki insanların dediyimiz kimi heç bir yerə hara gedək, yəni bir şikayət olduğunda nə edək, hansı həkimə gedəkdən düşüncəsindən direkt bizə gəlirlər, terapevtə gəlirlər və biz ona görə yönləndiririk ki, uyğun ixtisaslara və ya da müalicəsinə özümüz məşğul oluruq. Yəni biz ən yaxşı dediyimiz kimi hər şey. Yəni daxili xəstəliklər həkimi istənilən xəstəxanada işləyə bilər, öncəliklə budur. Amma nə istədiyinə, nə aradığına bağlıdır bu. Misal üçün mən stasionar olmayan bir yerdə işləməyi özümdə düşünmürəm. Ambulatoriyada işləmək istəyirəm, amma mənim ən əsas sevdiyim şey yatan xəstələrdən, daha ağır xəstələrlə məşğul olmaqdır. Amma belə daxili xəstəliklər yoldaşlarımız, dostlarımız var. Sadəcə ambulatoriyaya uyğunlar. Yəni bir daxili xəstəliklər mütəxəssis işləməyəcəyi yeri yoxdur. Yəni daxili xəstəliklər uzmanı evində də işləyə bilər, orada problem yoxdur. Bir günüm necə keçir? Çox qəşəng, maraqlı sual. Hamı kimi mən də səhər-səhər oyananda əziyyətlə, zülmlə oyanıram. Çox da deməyəcəm, amma səhər-səhər oyandığımda fit oyanıram belə. Əziyyət çəkərək budilniklə dalaşa-dalaşa, budilniklə söyüşə oyanıram. Amma bir təhəri gəlirik işə. Otaqdan içəri girdiyim anda artıq mənim o kənardakı həyatım, kənardakı Zakir bitir. Yeni bir Zakir, xəstələrlə ünsiyyətdə olacaq Zakir doğru ortaya. Və burada da, çünki yəni mənim kənarda, şəxsi həyatımda, xəstəxanadan kənar yaşantımda olan problemləri xəstəxanaya gətirməyəcəm, xəstələrə ötürməyəcəm. Özümə bir sözüm var bu. Çünki xəstələrə mən maksimum dərəcədə yüksək əhval-ruhiyyə ilə qarşılamalıyam. Bəzən görürük ki, yoldaşlar arasında, dostlar arasında xəstə yaxınlarla biraz sərt davranırlar. Nədən belə davrandığını soruşduğumuzda isə şəxsi həyatında başqa problemlərin olduğunu, özünü yaxşı hiss etmədiyi üçün biraz aqressiv olduğunu deyir. Yəni bizim şəxsi həyatımızda baş verən problemlər xəstələrin bunun heç bir günahı yoxdur. Ona görə də mən ən belə deyim, depressiv olduğum anda belə, ən ciddi problemlərim olduğu anda belə bu otaqda mənim günüm gülərək keçər xəstə yanındaykən. Mənim bu otaqda qaşqabaqlı, o bədüzdü görə bilən xəstə ola bilməz, xəstə yaxın ola bilməz. Şöbəmiz var, şöbəmizdə gedirəm rezidentlərimlə bərabər, rezidentlərimə də buradan salam olsun. Sağ olsun, rezidentlərim gələndən bəri bizim iş yükümüz daha rahatlayıb və daha çox sanki xoşbəxt olaraq işləməyə başladıq. Şöbəmizdə xəstələrlə məşğul oluruq, ambulatoriyada məşğul oluruq. Sonra genəldə biz qara cəmaat olduğumuza görə daha gec çıxırıq işdən, çox belə 5-də iş rejimimiz, iş saatimiz məsələsi yoxdur. Genəldə 8-də, 9-da işdən çıxırıq. 7-dən sonra da vaxtımız olarsa idmanla məşğul olaraq, olmazsa da artıq evə gedib günümüzü yekunlaşdırırıq. Daxili xəstəliklər həkimi bir orkestra şefidir. Daxili xəstəliklər isə
tibbin riyaziyyətidir. Yəni mən riyaziyyat fənninin orkestra şefi kimi özümü görürəm. Çox egoist bir kəlmə oldu, amma yəni bütün əslində bütün dahiyyəciləri riyaziyyatın orkestra şefi olaraq qəbul edirik. Yəni çünki bir tibbin əsasıdır dahi xəstəliklər. Yəni misal üçün bir cərrah nə edir? Bu cərrah dostlarımız da buradan bizi şey eləməsinlər də. Yəni cərrah nə edir? Kəsir, tikir, işi budur, açıq danışır. Amma bir terapevt nə edir? Dahi xəstəliklər nə edir? Araşdırır. Səbəb bəlli deyil, düşünmür. Səbəb bəlli olmayan qızdırma gəlir. Bütün simptomları bir-bir oradan-buradan toplayaraq zərgər dəqiqliyi ilə diaqnoza gedirsiniz. Və bəzən o xəstələrin diaqnozları gecikir, yəni 2 həftə, 3 həftə diaqnoz qoymayan xəstəyə son anda diaqnoz qoyursan, 2-3 ay sonra və yaxud da 2-3 həftə sonra diaqnoz qoyursan, yəni o andakı mükəmməl bir fərahlıq hissi, mükəmməl bir euforiya hissini anlata bilmərəm mən sizə. Yəni, inanılmaz bir gözəl duyğudur. Yəni, mən həkimliyi əslində terapevt olaraq görürəm, dahi xəstəliklər olaraq görürəm. Bir ginekoloqun misal üçün, tamam, onun ixtisası da bir müqəddəs gözəl bir ixtisasdır. Amma istər-istəməz yəni, ginekologiya məşğul olduğu yer bəllidir. Amma bir terapevtin isə bir ginekoloji xəstəlikdə belə diaqnoz qoyma şeyi var, necə deyim, şansı var. Yəni, bir ginekoloq gəlib də bir xəstədə sizdə necə deyim, şəkər xəstəliyi var və yaxud da sizdə feoxromostoma var, yəni deyə bilməz. Bunu ancaq görə bilər, daha terapevt görə bilər. Amma terapevt isə səndə bir ginekolojik bir problem var, bunu deyə bilər. Xəstəliklərlə məşğul olmaq, yəni o incə zərgər dəqiqliyi ilə xəstələrin bir şikayətlərindən gedib də diaqnoza getmək, bu məncə digər branşlara çox da elə bir şey yoxdur. Yəni, digər branşların hamısını mən əslində üstündə görürəm dahi xəstəlikləri. Ona görə dahi xəstəlikləri seçdim. 10 dəfə dünyaya gəlsəm, 10 dəfə də tibbə girsəm, yenə də mənim seçəcəyim ixtisas dahi olar. Getdi, açıq ürək əməliyyatı elədi. Yəni, bu mu sidikdən beyin tümörü tapan həkimdir? Məncə sidikdən beyin tümörü tapan həkim hər zaman mənim üçün daha yaxşıdır. Ona görə də dahiyyəcilər elə bir ixtisas tabim. Dahiyyəcilər sidikdən beyin tümörü və yaxud da MCV-dən mədə xərçəngi diaqnozu qoya bilən bir branşdır. Ona görə də nə deyirik? Dahiyyə candır, gerisi həyəcandır. Məqsədimiz pul qazanmaqdırsa, bu stetoskopu çıxardım, gedim bizneslə məşğul olum. Həkimliyin birinci məqsədi insanlığa, cəmiyyətə, millətə faydalı olmaqdır. Bəli, bir ürək-damar cərrahı ilə, bir invaziv radioloqla, bir ümumi cərrahın, bir uroloqun qazandığı pulu bir terapevt qazana bilməz. Ona görə də hər zaman bəli, dar ixtisas daha yaxşıdırmı? Maddiyyət üçün bəli, dar ixtisas daha yaxşıdır. Amma hər zaman maddiyyət önəmli deyil. Yəni, maddiyyəti seçib də ixtisas yazan çox dostumuz heç vaxt xoşbəxt ola bilmirlər. Məsləyindən mutlu ola bilmirlər. Necə ki, o adamlar hər dəfə işə gələndə ancaq terapevt çıxmasını donquldanırlar, gedəndə donquldanırlar, gələndə ancaq belə donquldanırlar. Amma sevdiyin işi görərsən, sevdiyin ixtisası yazarsan, zaten bax, maddiyyat bir müddət sonra gələcək. Yəni, Azərbaycanda acından ölən həkim görmədim mən. Birindən bir şey sürər, Lamborghini sürər, biri Mercedes sürər və yaxud da biri də şey sürər, hansı maşın moddu bu ara? Prius sürər. Ya, amma ikiniz də sürərsiniz, bir şey olmaz. Mən bu gənc dostlarımıza bunu deyirəm, qəti şəkildə maddiyyatı düşünərək ixtisas yazmasınlar. Əks halda imkanlı olacaqlar, pullar olacaq, amma heç bir zaman xoşbəxt olmayacaqlar. Bunu açıq deyə qoyuram mən. Ona görə maddiyyat deyil, sevgi, aşk daha önəmlidir. Ona görə də peşəsini hansı ixtisası sevirlərsə, o ixtisas üzərində davam edib. Həkim olmağım öncə oradan başlayıb. Niyə həkim olmaq istədim? Həkim olmağı düşünmürdüm mən. Mən Allah öldürmədim. 9-cu sinifdə oxuyanda mən anamı itirdim. Vəfat elədim və anam təəssüflər olsun ki, bir həkim səhvindən oldu, rəhmətə getdi və o zaman mən bunu dedim ki, Zakir bir doktor olacaq. Mən anamın ən böyük arzusuydu mən həkim eləmək, amma anam yaşasaydı misal üçün, mən həyatım boyunca gəlib həkim olmazdım. Dedim ki, Zakir həkim olacaq və Zakirin səfərindən xəstə ölməyəcək. Anaları ölməyəcək, Zakirlər anası qalmayacaq. Ona görə mən anam rəhmətə gedəndən sonra mən başladım rayonda yaşayırdım. Getdim ixtisasımı özüm belə getdim, müəllimlərlə danışdım, kimya, biologiya müəllimi, atam belə xəbər olmadan. Və dedim ki, mən
o aralar atam biraz depressiv falan idi. Mən dedim ki, mən atamı sevindirəcəm, həkim olacağım falan filan. Mənim həkim olmaq şeyim buradan gəldi. Sonra isə yaxşı ki həkim oldum, yaxşı ki bu işi seçdim deyirəm. Hər an, hər gün bunu deyirəm və hər an, hər gündə misal üçün insanoğlu yaşayarkən, mənim anam yaşayarkən bizə hər zaman doğru yol göstərərdi, doğru yönə yönəndirdi. Mənim anam rəhmətə gedərkən belə məni yəni doğru yola yönələrək getdi. Yəni rəhmətə, yəni mən həkim eləyərək sanki varlığı zaten mənə hər zaman gücü idi. Rəhmətə gedərkən belə o gücü mənə verərək getdi və o gücü hər an, hər saatda hiss edirəm və özü də tibb bacısı idi. Allah yerin cənnət eləsin, mütləq cənnətdir. Sonra dahiyyədə Zakir doktor dahiyyəyə Yandava girdi. Dahiyyəci qazandı. Dahiyyə Yandava girdi, gastroenteroloji Yandavını qazandı. Amma Zakir doktor sonra düşündü ki, dedi Zakir doktorun yapacağı iş sadəcə dahiyyədir. Dahiyyədən başqa bir branş düşünmədim. Mən gastroenteroloji mükəmməl bir ixtisasdır. Dahiyyə olmasaydı həyatda, dünyada dahiyyə olmasaydı əlbəttə gastroenteroloq olardım. Amma sonra dedim ki, Zakir doktorun akut növbətçisini tək edəcəyi branş dahiyyədir. Ona görə dahiyyəni davam edirəm. Öncəliklə özünüzə bir sual verin. Həqiqətən də səbirlikmi? Həqiqətən də insanları dinləməyi sevirikmi? Yəni bəzən xəstə gəlir, inanın ki 15-20 dəqiqə danışır. Danışır, qulaq asıram. Və xəstə deyir ki, mən rahatladım. Niyə? Çünki bu adam dərdini deyəcək adam tapa bilmir. Və bunun dərdini deyil, dinləyəcək adam isə bizik, dahiyyəcilərdir. Xəstənin öz kisəsində problem var, girib öz kisəsindən əməliyyatla götürəsən. Bir də var ki, bir samanlıqda iynə axtarmaq kimi bir şeydir dahiyyə. Dahiyyəni yazmaq sadəcə olaraq dahiyyəni sevərək mümkündür. Əks halda qəti şəkildə dahiyyəyə yaxın durmasınlar, dahiyyəmizə əl uzatmasınlar. Özləri buradan gələrək şərtləməsinlər ki, mən filan ixtisasçıyam. Sadəcə olaraq, əgər dahiyyəci olmaq istəyir, yaxşı bir dahiyyəci olmaq istəyirsə, ona yönəlsinlər, sonrasında zaten durum zamanla anlaşılacaq. Mənfi cəhətləri yoxdur dərmişim. Yox, əlbəttə ki, mənfi cəhətlər də var. Öncəliklə, bir sən yüksək məbləğdə pul qazanmaq istəyirsənsə, yəni daha xəstəliklər ediləcək bir iş deyil, onu deyim mən. Daha az işləyən digər ixtisas həkimlərin daha yüksək maaş alacaq, amma sən daha çox işləyəcəksən, daha az maaş alacaqsan. Bunu düşünərək daha xəstəlik yönəlmək lazımdır. Çox geniş bir alandır. Yəni daha xəstəlik dediyində, yəni bir xəstədə bütün problemlərindən əslində sən məşğul olmasın, bir xəstənin dərisində olan problemdən sən diaqnoza getməlisən. Yəni bu da işin biraz daha qəliz tərəfidir. Amma pozitiv tərəflərindən isə bunun üçün addən bir başlıq aça bilərək daha xəstəliklər pozitiv tərəfləri, çünki sayacaq qədər az deyil. Yəni hər şeydən öncəliklə daxili xəstəliklərdən xəstələrimiz prenseslərdir. Yəni yaşlı xəstələrimizdir. Mənim ən çox sevdiyim yaş qrupu 65-dən yuxarı. Çünki onlarla işləmək, onların belə deyim, dualarını eşitmək, onların üzünü güldürmək mənə hər şeydən daha çox zövq verir. Bu bir daha xəstəliklər uzmanı olmaq mənim böyük bir şansımdır. Bütün digər ixtisasların müraciət elədiyi bir ixtisasdır. Yəni bütün ixtisaslar son anı, son ümid yeri, yəni bir xəstəyə diaqnoz qoya bilmədiyində kim baxsın? Terapevt baxsın, dahiyyəci baxsın. Bu isə bizim istər məsələyə egomuzu göstərir. Təəssüf olsun ki, dünyada, yəni dünya deməyim də, Türkiyədə, Azərbaycanda da biraz daxili xəstəliklərə, terapevtə çox belə baxırlar. Necə deyim, yuxarı aşağı baxırlar sanki terapevt. Həkim kim deyil də, terapevt olaraq görürlər. Yəni həkim deyil, terapevt. Amma elə deyil, daxili xəstəliklər bir ölkənin tibbinin təməlidir. Yəni daxili xəstəlikləri yaxşı olan, güclü olan klinika, güclü olan ölkə yaxşı işləyir. Ən böyük sıxışılan anda hər zaman köməyə çatan Hızır babadır. Yəni Hızır baba da burada biz oluruq daxili xəstəlik mütəxəssisi olaraq. Birincisi, yuxusuz gecələr və səhər-səhər qanlanmış gözlər. Misal üçün dermatoloqlarla, bugün mövzumuz dermatoloqlara sallamaq olsun. Məsələn, dermatoloq asistanla, terapevt asistan uzaqdan gəldiyində İstər-istəmə deyirdilər ki, bax o əzik, o belə bitmiş, tükənmiş asistan dahiyyəcidir. Amma digəri isə baxımlı, özgüvənli asistan isə deyirdilər dermatoloqdur. Və ən önəmlisi də əgər
maddi problem olan gənclərimiz, dostlarımız olacaqsa da, bəli, maddi olaraq da Türkiyəyə gedək ki, biraz problemlər onları zorlayacaqdır. Ona görə də biz özəl növbətlərə daha çox gedirdik. 28-29 növbəyə qalırdıq. Yəni bir ayda 28 günü biz klinikada keçirdirdik. Şərt deyil, yəni Türkiyədə getmək. Bizim də burada bir dipnot keçim. Keçən rezidentlərimizdən ikisi gəlib deyir ki, artıq STS-ni veriblər, staj falan hallediblər, uzmanlıq qalıbdır. Gəlib deyirlər ki, doktor, bizim artıq ağlımız qarışır. Niyə? Çünki biz Türkiyəni fikirləşirdik, amma artıq burada gəlib buranı deyə bilmirdik. Buranı yazarkən sadəcə olaraq ixtisas olsun deyə yazdıq, amma indi buradakı öyrəndiyimlərimiz, gələn xəstələrin populyasiyasını görüncə istərsin getmə qərarı aldıq. Dostlara, uzman dostlara deyirəm ki, yəni bu gənclərin əlindən tutmaq hər birimiz üçün borcudur. Çünki niyə? Sabah bu gənclər bizim valideynlərimizin hər hansına baxacaqlar, Azərbaycan vətəndaşına baxacaqlar. Ona görə də bu gənclərin, yəni hər kəs də Türkiyəyə gedə bilməz, getmir. Ona görə də və ya xaricə getmir. Ona görə də bu gənclərin yetişməsində və bunlara doğru yönləndirilməsində, bunlara biz təsirimizi ötürməmiz bir insanın borcu deyil, bu öz yerində, bu bir vətəndaşlıq borcudur. Bu qədər xəstəyi necə yadda saxlayırıq. Yəni, çox burada şey olmayacaq, yəni mən mükəmməl beynim, xeyr. Yaddan çıxanlar olanda da Google amcıya müraciət edirik biz də. Yəni, bizim də bütün xəstəliklər yadda saxlayma gibi gücə sahib deyilik. Bizim də Google amcıdan dəstək aldığımız zamanlar olur. Amma dediyimiz kimi burada misal üçün, yəni günlük gördüyümüz xəstəliklər var ki, yəni bunlar zaten mütəmadi olaraq məşğul olduğumuza görə bunlar otomatik olaraq istəməsək ki də, yəni beynimizdən çıxartmaq istəsək də o mümkün deyil. Artıq onlar beynimizə oturub ki, bəzən mənə soruşduğun adın nədir, onu yaddan çıxardırım, deməyə bilərəm, amma filan xəstənin müalicəsi nədir, deyə bilərəm. Çünki onlar artıq beynimizə adımızdan daha önəmli yerə oturur. Amma bəzi xəstəliklər var ki, nadir görülən xəstəliklər olduğunda artıq biz də bunu araşdırırıq, bəzi kitabları, qaynaqlardan baxırıq. Qaynaq dediyimdə Google-amıza, biz də girib Google-dan yaza bilirik onları. Ən gözəl şey, ən sadədən başlamaqdır. Yəni, gedib də yeni başlayan bir, mən dahiyyəcə olduğum üçün dahiyyəcin deyilsin. Dahiyyəcin də gedib də Cecil, Harrison oxuması tövsiyə mənəm. Yəni, öncəliklə gününü qurtarmaq üçün, misal üçün nədir? Xəstə niyə yatırmışıq biz? Hipokalemiya. Yəni, hipokaleminin müalicəsi nədir və hipokaleminin əsas səbəbləri nədir? Çox görünən səbəbləri nədir? Onlara baxsınlar. Sonra vaxt keçdikcə, bəstələr tam mənimsədikdən sonra daha dərin kitabları, Harrison'dur, Cecil'dir, bunlara enə bilərlər. Yoxsa, birdən-birə məsələn görürəm bəzən kollegalarımızda, yəni rezidentliyə başlayıbdır, əlində böyük qalın kitab, yəni gerək yoxdur. Çünki birdən-birə o dərinliyə girməyin anlamı olmaz. Sən öncə praktik olaraq xəstəliklərin öyrən, günlük olaraq bu xəstəlikləri ən belə deyim, praktik olaraq yanaşmanı onu öyrənmək daha önəmlidir ki, nəinki sonra. Buradan bütün tipplərlərini deyirəm. Zakir doktor olduğu klinika yeri bəllidir. Ona görə də istədikləri vaxtı gəlsinlər. Nömrəmdə çoxu əslində Instagram səhifəmdə də yazır. İstədikləri vaxt Zakir doktor onlara kömək eləməyə, yardım eləməyə həmişə hazırdır. Çünki nə qədər tələbələr gələrsə, rezidentlər gələrsə, mən daha çox üstündə işləyə bilirəm. Çünki bəzən elə sual verirlər ki, tələbələrimiz, mən belə gedib onu araşdırma məcburiyyətində qalıram. Hər zaman onlara yardım etməyə hazıram. Bir abiləri olaraq, bir dostları olaraq, bir kollegalar olaraq. Çünki biz kollegayıq. Tələbə sözünü çox sevmirəm. Tibb Universitetinin qapısından girən hər bir insan, hər bir fərd artıq bizim kollegamız, həkimdir. Ona görə də kollegalarımıza bunu deyirəm ki, nə vaxt istəsələr buyursunlar, gəlsinlər. Hər zaman əlimdən nə gəlirsə kömək eləməyə hazıram. Bütün Tibb Akademisi izləyicilərinə salamlarımı çatdırıram. Və siz də bu proyektdən bizlərə belə deyim də, tələbələrimizə sözlərinizi, fikirlərinizi çatdırma şansı yaradılacaq. Sizə təşəkkürümü bildirirəm. Əziz çəkib buraya qədər gəldiniz. Uğurlar sizə də inşallah daha yaxşı, daha böyük nailiyyətlərinizə şahid olacaq.